Salam aleyküm dəyərli izləyicilər. Ramazan bayramınız mübarək olsun. Bu gün bizim ən sevilən bitkimiz Spatifilum haqqında danışacağıq. Bu bitki haqqında bir çox sorğu suallar olmuşdur və bunu cavab olaraq vermişdik. Sadəcə olaraq fikirləşdik və planlaşdırdıq ki, bu gün bunun haqqında bir video çəkək. Spatifilum dediyimiz kimi oksigeni bol verən, çox gözəl görünüşə sahib, üzərində gülünü çox müddət saxlayan bir bitkidir və qulluğu haqqında püf nöqtələrdən danışacağıq. Bax, fikir verirsinizsə, bu bitkimiz daha böyük bir gülü var idi. O gül artıq soldu və yenidən gül açdı və çox sualların çoxu buna uyğun gəlirdi ki, bitkimiz bizim yaşıllığı gözəldir, amma gülləmir. Niyə görə? Və yaxud da ki, ucunda saralmalar olur, sonra ucunda qaralmalar olur, sulaması düzgün olmur. İlk növbədə bitkimizin otaq şəraitində necə qulluq və harda saxlanılması şəraitindən danışmaq istəyirəm. Bitkimiz, bəli, məlum məsələdir ki, çox adam pəncərəyə qoyur bitkini. Bu bitkimiz biraz daha belə böyük yarpaqlı sort olduğundan, məsəl üçün bu bitkinin daha kiçik yarpaqlı növləri var və yaxud da ki, daha kiçik yarpaqlı antilum var. Demək olar ki, birəbir spatifiluma bənzəyir, amma bəzən suallar da gəlir ki, bunun niyə yarpağı belə böyükdür, bəzilərininki xırdadır. Bu sortdan da asılı ola bilər və yaxud da ki, sizin bitkiniz spatifilum deyil, antilum da ola bilər, bundan da asılı ola bilər. Bəli, mövzunu dəyişməyək. Bitkimizi qoyduğumuz yer pəncərə qabağı məsələn əgər qoyuruqsa, pərdə onu sıxmayacaq. Bu mütləqdir. Yəni ərazi geniş bir ərazidə qoyacaq. Sonra bitkimizi qoyduğumuz deməli bol işıq almalıdır, amma birbaşa gün işığı almayacaq. Yəni gün işığı düşdüsə, bu artıq yarpaqları yandıracaqdır, tələf eləyəcəkdir və artıq bitkimizin formasının, görünüşünün pis olacaqdır. Sonra bitkimiz rütubətli şəraiti sevirdir. Bəli, məlumsunuz ki, subtropik bitkidir. Vətəni Mərkəzi Amerikadır. Amerika qitəsinin bitkisidir və Amazoniya ətrafında olan bir bitkidir. Və gün ən azı həftədə 2 dəfə püskürtmə üsulundan, duşla və yaxud da ki, püskürtmə üsulundan bu bitkini biz nə edəcəyik? Yuyacağıq. Əsas qidası yarpağındandır. Bəli, qışda əgər evinizdə elə temperatur elə də yüksək deyilsə, bitkimizi nə məski ilə silə bilərik. Amma əsas bitkinin və alt və üst hissə, əlbəttə ki, məlum məsələdir ki, alt və üst hissə hər tərəf yuyulmalıdır, silinməlidir. Bitkimiz əsas bunu istəyir. Sonra bu bitkimizdə fikir verirsinizsə, bitkimizdə nə uclarında nə qaralma var, nə saralma var. Bu da nə deməkdir? Demək ki, bitkimiz normal sulanır. Əgər çox sulanırsa, biz keçən videomuzda qeyd etmişdik, uclarında qaralma olacaqdır, az sulanırsa saralma olacaqdır. Və demək ki, rütubəti normal olur. Sonra bitkimizin ən çox verilən suallardan biri də odur ki, bitkimiz haqqında bu bitki bizdə var, yarpaqları gözəldir, amma gül açmır. Bunun üçün bir neçə resept sizin üçün verəcəm. İnşallah siz də istifadə edin və biz artıq öz praktikamızda göstərdiyimiz kimi bitkimiz növbəti günün açıb və bu bir faktdır, sübutdur ki, biz elədik, bunun nəticəsini aldıq. İnşallah siz də alarsınız. Bəli, bitkimizi məlum məsələdir ki, qidalandırmalıyıq. Əgər bunun belə gül açmasını, belə yarpaqlarının belə gözəl olmasını istəyiriksə, bitkimizi qidalandırmalıyıq və qidalandırmaq ancaq kökdən olmur. Məlum məsələdir ki, yarpağını da qidalandıracağıq. Və belə bir neçə 2 məhlul deyəcəm sizin üçün. İkisini də istifadə edə bilərsiniz və ikisindən də inşallah ki, böyük effekt alacaqsınız. Deməli, 1 litr suya bir diş sarımsağı körkadan keçiririk. Daha sonra yumurtanın sarısı, yumurtanın ağın daha doğrusu, yəni bişməmiş yumurtanın ağın sarısından ayırırıq. Ağın 1 litr suya qarışdırırıq və o məhlulu süzgəc vasitəsilə süzgəcdən keçiririk. Ondan sonra yarpaqlarına da vura bilərik. Yarpaqların alt hissəsi, məsəl üçün. Sonra isə bitkimizi o su ilə, həmin o məhlulla qidalandıra da bilərik. İkinci bir deməli məhlul, belə bir məhlul deyim ki, deməli, əgər portaqal qabığı, banan qabığı və yaxud da ki, portaqal qabığının əvəzinə limon qabığını da əlavə edə bilərik. Portaqal daimi olmadığı üçün. Limon qabığı ilə banan qabığını 1 litr suya qoyuruq və 2 gün o qabda saxlayırıq, ağzı bağlı şəraitdə. Ondan sonra həmin suyu bitkimizə verə bilərik. İnşallah bundan sonra da biz yaxşı nəticə alacağıq. Belə yarpaqları bol gür, belə necə deyim, həcmli yarpaqları olacaqdır. Belə gözəl gül açacaqdır. Bitkimiz az bir müddət keçməsinə baxmayaraq yenə də inşallah davamlı güllər açmağa çalışır bitkimiz və belə yeni fikir verirsinizsə köklər verməyə başlayıb. Və yenə də bunları dedim, keçən videoda bunu qeyd etmişdim, amma təkrar bilinin anasıdır. Biz bunu yenə də qeyd edirik. Bitkimizi
deməli, yüngül maddədə əkirik, torfda əkəcəyik. Torpaq əkdiyimiz torf keçirici olmalıdır və su daim və bitkimizin qabının drenaj sistemi mütləq olmalıdır. Videoda çalışdıq ki, bu sevimli bitki haqqında sizin suallarınıza və yaxud da ki, bitkinin keçən videoda qeyd etmədiyimiz püf nöqtələrini bu gün qeyd edək və yenə də sizin evinizdə də belə bir gözəl Spike film olsun. Özünüzə yaxşı baxın. Ramazan bayramınız mübarək olsun.